Salam, bu gün baxacaq Qurmon proqramında hansı hesabatlara baxmaq olar. Burada hesabat çoxdur, birinə baxarıq. Burada ancaq müdirlə girmək olar. Bizdə müdir Ramizdir, müdirimizin parolu da 1-dir. Başqa paroldan ancaq ofisiantlar girirlər, satışla məşğuldurlar. Bizə hesabatlar maraqlıdır, girdim hesabatlara. Burada yeməklər üzrə satış maraqlıdır. Tarix 17-sidir məndə kompüterdə. Bu həmişə dünənkini göstərir. Ancaq dəyişmək olar. Ümumiyyətlə məndə bu gün satış olmayıb. Ona görə dəyişsəm 17 və sonra seçimə görə göstərir. Gör seçini yoxdur, hələ satış olmayıb. 16-sında olub, bir də 12-sində olub. 12-sində baxaq 12-sinə. 12-sində də satışlar olub. Maya qiyməti dəyəri bizdə yazılmayıb, hamısında düzgün deyil. Qiymət 70 manatlıq 50 qəpiklik mal satılıb və ödənilib. Görürsünüz, burada ödəniş var. 37 manat 50 qəpiklik hələ ki ödənilməyib. Xidmət haqqı da burada bu qədər olub. Güzəş burada var, burada da güzəş var, 50 qəpik. Bu ayın 12-sində idi. Ümumiyyətlə, indi keçək ayın 16-sına. 16-sında da baxaq, ümumiyyətlə hansı hesabatlar var. Bu hesabat ancaq baxmaq üçündür. Seçimə görə düzəldi, göstərdi bütün rəqəmləri. Maraqlıdır, baxa bilərsiniz. Çap üçün isə burada bunlardır. Ümumi hesabat, giririk bura. Göstərir ki, bu yəni barda satılan, restoranda satılan mallarda bu isə otağa göndəriləndir. Ayın 16-sında. Bunu çapa vermək olar, baxmaq olar. Buradan çıxmaq üçün print preview olmalıdır. Burada da print preview. Buradan çıxırıq belə. Bu ümumi hesabatı var. Hesabat şöbələrlə maraqlıdır. Misal üçün bizdə çərəz, qalyan və salatlar satılıb. Baxmaq istəyirəm ki, salatlar hansılar satılıb. Girirəm bura, satılmış yeməklər. Manqal salatı satılıb. Zakazın qiyməti, yəni çekin qiyməti o kağız kimi olar, ofisiantlarda olmalıdır. Bunlar baxa bilirsiniz ki, hansı çekdən, haçan satış qiyməti neçə olub və nə qədər satılıb. Bu hamısı ayın 16-sına aiddir. 16-sını seçmişdik ona görə. Çərəzə baxmaq istəsəz, çərəzə girirsiniz, çərəzlərə baxırsınız. Təzədən buradan girirsiniz. Buradan da X var, bağlamaq olar yəqin ki. Print preview'dan da bağlamaq olar. Problem yoxdur, buradan bağlayıram. Bağladım. Bir də var ümumi hesabat, o da göstərir cəmi. Chipslər bu qədər satılıb, burada nömrələri yoxdur. Ancaq tarixdir və göstərir nələr satılıb. Çekin nömrələri burada yoxdur. Belə dəqiq deyil. Ümumiyyətlə, ümumi hesabatdır bu. Buradan da çıxmaq üçün yerdə print preview da bağlayırıq. Bu ümumi hesabatdır. Bu da konkretdən bir baxmaqdır. Buradan da çıxdıq. Sonra var hesabat yeməyin növü üzrə. Bura giririk. Burada növü üzrədir. Çərəzlər burada daha dəqiq informasiyadır. Burada hər şey var. Çərəzlər də var. Qəlyan da, salatlar da, obrisilər də olsaydı ayın 16-sında nələr olub tarix görsənir və görsənir ki, hansı ödənilib, hansı ödənilməyib, nə lazımdır, hamısı informasiya var. Burada ən podrobnu informasiya buradadır. Burada ofisiant üzrə baxmaq olar. Misal üçün, mən istəyirəm, baxım, ancaq Yusif nə satıb. Baxıram hesabata, görürəm, Yusif heç nə satmayıb bir gün. Kim satıb bizdə? Kamal. Kamal satıb yalnız, bax, bu 36 manat 30 və otağa da Kamal göndərib. 66 manat 45 qəpik. Başqanı seçsək, misal üçün Ramizi, onda rəqəmlər başqa olacaq. Otağa heç nə göndərməyib, satışı budur. Hamısını baxmaq üçün bunları pozuruq və ümumi hesabat bütün informasiyanı göstərəcək. Ümumi informasiyanı. Buna da çapa veririk. Burada yeməyin adına görə də seçmək olar. Misal üçün, çay şokoladla verilmişsiniz, verməmişsiniz ümumi hesabat. Bu deməli, çay şokoladla verilib. Bu qədər. Elə çıxır ki, budur. 66-75. Bir dənə baxım. Bəlkə bu deyir. Bəlkə səhv deyirəm. Yox, bu işləmir. Burada ancaq ofisiant üzrə işləyir bu düymə. Ofisiant üzrə işləyir. Seçirsiniz və burada seçirsiniz. Həmin hesabatları konkret bir ofisiant üzrə baxa bilirsiniz burada. Hələlik bu qədər. Bir gün sağ olun.